أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على نبينا محمد وعلى آله وأصحابه أجمعين أما بعد السلام عليكم ورحمة الله وبركاته. İstihara nedir? Değerli Müslümanlar, istihara bilindiği kimi hər hansı bir müsəlman bir iş görmək istədikdə, ciddi bir iş, misal üçün evlənmək istəyir, ev almaq istəyir, ev satmaq istəyir, minik alır və yaxud da biznes qurmaq istəyir, ciddi bir iş görürsə həyatında, o zaman görəsən bu iş mənim üçün xeyirlidir, yoxsa zərərli? Axı biz qeybi bilmirik. Axı biz bilmirik evlənəcəyimiz insanın bizim həyatımız üçün xeyirli mi, zərərli mi olacağını, alacağımız evin, miniyin bizim üçün nə qədər faydalı və zərərli olacağını axı bilmirik. Ona görə də biz belə bir iş görmək istədikdə, bizi yaradan və ruzumuzu verən və həyatımızı idarə edən Rəbbimiz ilə məsləhətləşmə növüdür bu istixarə. Yəni, görəcəyin bu işdə Allahdan xeyir arzuluyursan. İstixarə sözünün Arabcadan mənası da bu deməkdir. İstixarə, yəni xeyir arzulamaq, xeyir istəmək. Kimdən? Əlbəttə ki, öz Rəbbimizdən, Allahdan. Bunun şəriətə uyğun və şəriətə zidd qaydaları vardır. Hələ birinci şəriətə zidd qaydasını deyim ki, sonra şəri qaydasına keçək. Şəriətə zidd qaydası fırıldaqçı dindarlar tərəfindən pul oyununa çevrilmiş istixarə oyunlarıdır. Yəni, sən bir iş görmək istəyəndə, həmən fırıldaq dindarlar deyir, gəlin sizin üçün istixarə açım, görüm yol verir ya yox. Kimisi təsbihlə açır, kimisi Qur'anla açır, kimisi lap həddini aşmış, nə bilim, fərqli şəkildə iynəni saplayır, sapı tutur, nə bilim, ad deyir, hansı istiqamətə hərəkət etsə, belə cürə və cürə növləri vardır. Bugünkü özünə müsəlman deyən insanlarda, qədimidə bunu hətta heyvanlarla yoxlayarmışlar. Tatayyur deyirlər buna. Ərəblər göyərçini, deməli, niyyət edərdi, göyərçini buraxardı göyə. Göyərçin göyə qalxdıqdan sonra sağ tərəfə uçsaydı, deyirdilər, yaxşı gəldi. Sol tərəfə uçsaydı, deyirdilər, getmə bu yolu, pis gələcək. Niyə? Göyərçin sola uçdu. Bəli, deməli, bunun daha bütün yanlış detallara keçmirəm. Yəni, bütün bu saydıqlarımın hamısı batildir, fal bölümünə daxildir. Bu, falçılıqdır. Gedirsən dindarın yanına, kitab açır. Özü də həyasızcasına Qur'an açır. Güya Qur'anda nə edir? Qur'anı açır, birinci ayəsini oxuyur. Əgər birinci ayədə xoş söz gəlsə, yaxşı söz, cənnət, Allah bağışladı, belə gözəl sözlər gəlirsə, deyir, yaxşı gəldi. Yox, birdən oradan qəzəbli söz gəlsə, deyir, pis gəldi. Görün, nə qədər nadandılar ki, Allahın kitabı falçılara lənət edir. Bunlar Allahın kitabı ilə fal açırlar. Gör, şeytan necə azdırır. Dəyərli insanlar, dəyərli dinləyicilər, biz bütün mövzularda çalışırıq ki, dinləyicilərimizi oyadaq ki, həm qazancı cibinə qalsın, gedib o
fırıldaqçıya, o şarlatana niyə pulu verirsən ki? Niyə də aldanasan? Həm pulun cibinə qalsın, həm dinini düz yaşa. Və bir də arzuladığın o işin düzgün cavabını tap. O da ki, sənin özünlə Rəbbin arandadır. İstixara bir halda ki, xeyir istəmək deməkdir, niyə mənim adımdan başqası istəməlidir ki? Məgər mən Rəbbimin dilini bilmirəm ki? Ya da mənim Rəbbim mənim dilimi bilmir? Öz dilimdə, ana dilimdə, Rəbbimin mənə öyrətdiyi usulla bunu etmək lazımdır. Bu, istixara necə qılınır, necə edilir daha doğrusu? Deməli, əvvələn, sənin qarşıva ki bir plan çıxdı, biznes qurmaq istəyirsən, bir nəfərlə şərik iş görmək istəyirsən, düşünürsən ki, bu adam xeyirlidir, yoxsa yox. Bu işdə xeyir var, ya yox. Gedimmi elçi, ya yox. Bu cür planın olduqda, necə ki, Cabir bin Abdillah radiyallahu anhu rəvayət edir ki, Allahın Resulü sallallahu aleyhi və səlləm bizə bir iş görmək istədikdə istixara edin deyərdi və bizə onun qaydasını öyrətmişdi. Qaydası belə idi. O deyərdi, bir işə niyyətləndikdə dəstəmaz al, 2 rükət istixara niyyətinə namaz qıl. Niyyəti də belə edirsən. 2 rükət istixara namazı qılıram. Qəlbindən keçirdirsən. Bu şəkildə. 2 rükət sadə namaz qıl. Necə sünnə namazları qılırsan, belə. Niyyət etdin, Allahu Akbar dedin, əllər sinədə bağlandı. Ondan sonra Fatihə surəsini oxudun. Qeyril məğdubi aleyhim vələddallin. Amin. Ondan sonra bir kiçik surə oxu. Bəziləri deyir, Kəfirun surəsini oxusan, lap gözəl. Olmasın o, fərq etməz. Hansı surəni bilirsən? Bir surə oxu. Fatihə surəsini oxudun, sonra bir kiçik surə oxu. Ondan sonra ruku edirsən, səzdələri etdin, durursan 2-ci rükətə. 2-ci rükəti də eyni ilə Fatihə surəsini oxudun, bir kiçik surə oxudun, misal üçün İxlas surəsini oxudun, ondan sonra ruku və səzdələri etdin, namazı tamamladın, çiyinlərə salam verdin, namazı tamamlayandan sonra ovucularını açırsan göyə, dua etdiyin kimi, Allaha dua edirsən. Orada sırf Resulullahın oxuduğu dualar da var, amma hökmən deyildir, hökmən onu oxuyasan. Kim bilirsə o duanı oxusun. Onu da ki, Müslüman Qalası kitabında, istər kitab, istər PDF, yəni internetdə də var. Yazın, istixara duası. İstixara dualarından birini edə bilərsən. Və yaxud da ki, bilmirsənsə onu, o duanı yazılı şəkildə əlində də tutub oxuya bilərsən. Və yaxud da ki, heç o dua olmasın. Öz ana dilində Rəbbinə yalvar. Namaz bitdikdən sonra. Burada ixtilaf var. Bəziləri deyib ki, çiyinlərə salam verməmiş istixara duasını et, sonra çiyinlərə salam ver. Ən güclü görüş isə budur. Çiyinlərə salamı ver, 2 rükət namazı tamamla, sonra 2 ovucunu açırsan, Allaha yalvarırsan. Allahım, misal üçün, övladını evləndirirsən. Allahım, övladımı evləndirmək üçün elçi gedirəm. Getmək istəyirəm, niyyətlənmişəm. Ey mənim Rəbbim Allah, bu qızı, bu oğlanı mənim övladıma məsləhət bilirsənmi? Xeyirli olacaqmı? Xeyir də hökmən deyil, belə birisininlə evləndin ki, həyatın boyu ondan razı qaldın. Yox, insanıq, çəkişmə olur, narazılıq olur. Nəticə etibarilə xeyirli insan olsun. Ailəsinə sahib çıxan birisi və yaxud da ki, ailəsinin dəyərlərini bilən birisi. Belə bir arzunu Allaha edirsən, ana dilində. 1 dəqiqəmi, 2 dəqiqəmi, nə qədər istəyirsən, Rəbbinə yalvar ki, Allahım mənə bu işdə xeyir ver.
Allahım, quracağım bu ticarətdə mənə xeyir bərəkət ver. Əgər mənə bu işdə xeyir olmayacaqsa, məni bu işdən uzaqlaşdır. Xeyri varsa, məni buna yönəld. Bax, belə bir namazı 2 rükət qıldın, həmən namazın ardınca bu duanı etdin, oldu sənin istixarə namazın. İstixarə buna deyirlər. Bu namazı qıldıqdan sonra xeyirmi, yoxsa xeyir deyilmi, haradan bilim? Haradan bilim? Bunun üçün bəziləri deyib ki, bunun 3 əlamətdən biri baş verir. Ya ciddi bir yuxu görürsən, yəni özün yuxuda hiss edirsən ki, bu yuxu ona işarə idi. Bunu yalnız yuxunu görən adam bilir. Daha bunun təhlili yoxdur. Yalnız sən başa düşürsən. Çünki Allah sənə ilham vermək istəyirsə, sənin qəlbinə ilham gəlir. Necə ki, bəzi insanlar deyir ki, yuxuda, misal üçün, Abu Bakri gördüm. Yuxuda Əlini gördüm. Hardan bilirsən ki, Abu Bakri tanıyırsan, Əlini tanıyırsan? Hə, sən ki, o Abu Bakri idi deyirsənsə, deməli, sənin qəlbinə ilham gəlib. O doğru deyirsən, hələ onu görmüsən deməkdir. Bax, bu da eyni ilə belə. Elə yuxu görürsən ki, sən deyirsən ki, Subhanallah, Allahım, sənə həmd olsun, başa düşdüm. O siqnalı özün başa düşürsən. Ya yuxu vasitəsilə görürsən. Hökmən deyil, ha yuxu olsun. Bəziləri elə zənn edir, hökmən yuxuda mənə bir söz deyilməlidir. Yox, yuxuda sadə bir şey də görə bilərsən ki, onu əlaqələndirə bildinsə ki, bəli, bu onun cavabıdır, deməli odur. Yox, yuxuluq olmadısa, qəlbinin yönəlməsi, 2 rükət namazı qıldın, dua edəndən sonra baxırsan ki, qəlbin şığıyır ora, bu işə. Qəlbində, misal üçün, ev almaq istəyirdin, qəlbində o evin sevgisi artdı. Bir dəfəlik qəlbivə bir sevinç gəldi ki, alım o evi, nəsə ürəyimə yaxşı gəlir. Bax, o da əlamətdir. İkinci əlamət bunu görürlər. Üçüncü əlamət isə işin həmən tərəfə asantlaşması. Asantlaşması. Yəni, iş qurmaq istəyirdim, tam olaraq əlimdə pul yox idi. Baxıram ki, 2 rükət namaz qıldım, dua etdim, ondan sonra baxıram ki, işlər alındı, satmaq istədiyim bir şeyi sata bildim, əlimə pul keçdi, baxıram ki, sanki Allah məni yönəldir, yəni yaxşı işdir, ged işini gör, pul da düzəldi. Ya da ki, xeyirli bir şərikin çıxdı və yaxud da ki, misal üçün, elçiliyə getmək istəyirdin, 2 rükət namaz qılmışdın, bir də gördün ki, biri sənə zəng vurdu ki, həmən adamın qohumlarındandır. Anında əlaqələndirirsən ki, bax, Rəbbim məni bu tərəfə yönəldir. Bax, bu adam mənə zəng vurub, məndən keyf-hal soruşur. Aha, mən bundan soruşum, onu tanıyırsanmı? Bax, sanki ona tərəf gedir. Deməli, bu 3 əlamət, ya yuxu, ya qəlbin yönəlməsi və yaxud da ki, işin asantlığa doğru getməsi yaxşı əlamətdir. Yəni, onu et deməkdir. Amma bunun paradoksu, əksi, misal üçün, çox bir narahat edici bir yuxu gördüm. Onunla əlaqəli ha, yoxsa hələ başqa, tamamilə başqa mövzuda deyil. Sanki buna bənzər bir mövzuda narahat edici yuxu gördüm. Misal üçün, ev almaq istəyirdim, gördüm evi almışam, sonra evin başqa sahibləri çıxıb, cürəbəcür hadisə, narahat edici yuxu gördüm. Bax, belə olduqda bu əlamətdir ki, yaxşı deyil. Və yaxud da ki, ikinci, yuxunu, istixaranı qılmışdım, sonra qəlbim sıxılmaya başladı. Qəlbim narahat oldu. Bax, o da əlamətdir. Deməli, getmə o işin ardınca. Və yaxud da ki, üçüncü, bayaqçı kimi, tam bayaqçının əksidir də bu. İş asantlaşmadı, çətinliyə doğru gedir. Çətinliyə doğru gedir. Mən biznesi qurmaq istəyirdim, istixaranı qıldım, biraz üstündən keçdi,
Dükanın sahibi zəng vurdu ki, mən sənə dükanı kiraya verə bilmərəm, başqasına söz vermişdim, o adam gəldi. Baxırsan ki, iş çətinə getdi. Hə, bilgilən ki, etmə, uzaqlaş. Bax, istixara budur. Birdən bir nəfər istixara qıldı, heç bir əlamət görmədi. Onu 7 dəfəyə qədər təkrar qılmaq olar. Düzdür, bəziləri deyiblər ki, təkrara ehtiyac yoxdur. O haçandır? Yəni, bir əlaməti aldınsa, daha təkrar qılma. Çünki beynin qarışa bilər. Misal üçün, yaxşı yuxunu gördün. Daha yönəl ona tərəf. Daha demə, bir dəfə də yoxluyum. Sonra çaşbaş qalacaqsan. Amma heç bir əlamət görmədiyin təqdirdə, Ənəs radiyallahu anhudan rəvayət olunan hədisdə Rasulullah sallallahu aleyhi və səlləm ona demişdi, ey Ənəs, bir iş görmək istədikdə istixara et. İstixaranı qıl, cavab almasan 7 dəfə təkrar et. Deməli, 7 dəfəyə qədər təkrar etmək ola bilər. Daha 7 dəfəyə də heç bir cavab almadınsa, deməli, bu yaxşı bir əlamət gəlmir. Yaxşı əlamət gəlmir deməkdir. Amma hər halda hələ birincidə bunun cavabını insanlar alır Allahın izni ilə. Dəyərli müsəlmanlar, bu namazı günün 24 saatının, sutkanın 24 saatının hər vaxtı qılmaq olar. Yaxşı olar ki, ən fəzilətlisi budur ki, qadağan vaxtlarda qılmayasan. Qadağan vaxtlarda bildik, günəş doğarkən, doğa, yəni günəş ki doğuşa başladı, o vaxtı namaz qılınmır. Günəş tam zenitdə olanda, yəni zöhür namazından bir 10 dəqiqə qabaq. Bax, o ərəfədə qılma, 2. Üçüncü, günəş batarkən. Elə ki, günəş batışa başladı, qılma. Bu 3 vaxtda qılma. Bundan başqa istənilən vaxtı qılmaq olar. Daha axşamdır, gündüzdür, fərqi yoxdur. Hər vaxt qılmaq olar. Birdən ciddi bir xəbər olsa, ciddi bir xəbər. Misal üçün, sənə qəflətən zəng gəlib ki, filan maşın satışa çıxıb. Sən də onu axtarırdın. İstəyirsənmi? Mənə 10 dəqiqəyə cavab ver. Hə, yoxu de. Bax, qəflətən bir xəbər çıxıb, sən də istixara qılıb etmək istəyirsən. Ki, cavab vermək üçün istixara qılırsan, qılmaq istəyirsən. Amma, bax, bu 3 vaxtdan birinə düşüb. Hə, belə olsa əgər, o zaman qıla bilərsən. Çünki o vaxtı namaz qılmaq məkruhdur. Amma qabağa böyük bir iş çıxıbsa, o məkruhu pozmaq olar. Bu namazı qadağan vaxtı da qıla bilərsən, ciddi bir iş olsa. Yoxsa belə rahatlıqda deyil, danışdığımız kimi. Dəyərli müsəlmanlar, bu namaz ciddi bir şeylər üçün qılınır. Bəzi nadanlar hər nəyi istixara ilə etmək istəyir. Daha kiçik bir şeylər üçün deyil. Bazarlığa gedib, daha onun üçün istixara lazım deyil. Bugün bazarlığa gedim, yoxsa sabah gedim. O şeyi ki, sən ağlın idarə edə bilir, onu ağlınla idarə edirsən. Bazara getmək lazımdır, dükana getmək lazımdır. Ağlına bax, gör ehtiyac var, cibində bir şey var və yaxud da ki, bugün onu alınacaq günüdür, yəni həmin məhsulların bugün satışa gələn günüdür. Yəni ağlınla həll edə biləcəyin şeyi ağlınla həll edirsən. Hansı işi ki, sənin ağlın xaricindədir? Yəni, sən evlənirsən, sənin ağlın necə bunu tam təyin edər ki, bu necə nəticələnəcək? Onu sənin ağlın kəsmir. Maşın alırsan, haradan bilərsən ki, düzdür, mütəxəssis aparırsan, detallara baxıb, mühərriyinin, keçirtmə qutusunun gücünü sənə deyə bilir. Amma elə şeylər vardır ki, heç mütəxəssis belə onu bilmir. Gözlənilməz bir şər bir şeylər çıxır. Ev almışdı, sağlam, gözəl ev içində yaşaya bilmir. Ev
Həyəcan üzərinə həyəcan gətirir. Yəni bunu haradan bilərdin ki? Bax, bilmədiyin bir şeylər üçün istixarə edərlər. Yemək yemək istəyirsən, indi yeyim, yoxsa hələm qalsın. Daha bunun üçün istixarə açmazlar ki. Mədənə bax, boşdursa, yemək ye. Bəli, dəyərli müsəlmanlar. Deməli, istixarəni də dəyərdən salmaq olmaz. İstixarəni də dəyərində saxlamaq və çalışın istixara namazı qılın. Və çalışın istixarənizi özünüz edin. O biri danışdıqlarımızı əsla onlar qadağandır. Onların bəziləri şirk, bəziləri küfür, bəziləri bidətdir. Çünki o falçılıqdır, elə şey yoxdur. Tamamilə onu kənara qoyun. Yalnız 2 rükət namaz qılıb Allaha dua etmək vardır. Və çalışın istixara duasını əzbərləyin və yaxud da kağızda əlinizdə tutub oxuya bilərsiniz. Telefondan da oxuya bilərsiniz. Telefondan yükləyin istixara duasını. Kiçik bir duadır. Yəni uzun dua deyil, amma yenə də yəni həcmi var da, yəni deməklə bilirəm ki, yadınızda qalmayacaq. Ona görə də telefona yükləyib, elə həmin vaxtı telefondan götür, oxu. Bu duanın ardınca ana dilində dua et. Və yaxud da ki, bunu oxuya bilmirsənsə hələlik, hələ ümumiyyətlə ana dilində Rəbbinə dua et. Allah Subhanahu taala bizim görəcəyimiz bütün işlərdə bizə xeyir versin və görəcəyimiz işlər bizim dünya və axirətimiz üçün xeyirli olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh.